Salam dəyərli izləyicilərimiz, xoş gördük. Bu gün də çox maraqlı bir mövzu ilə qarşınızdayıq və qonağımız cərrah doktor Şəbnəm xanım Əliyevadır. Bu günləri qarın gərmə və sinə kiçiltmə əməliyyatları ilə bağlı çox maraqlı suallara açıqlama verəcəyik. Videomuzun tam versiyasını izləmək üçün YouTube kanalımıza keçid etməyiniz yetərlidir. Salam Şəbnəm xanım, xoş gördük. Salam, xoş gördük sizi. Necəsiniz doktor? Sağ olun, siz necəsiniz? Çox sağ olun. Çox istəyirdik sizlə görüşək, çünki bugünün aktual mövzuları ilə sizlə açıqlıq gətirəcəyik. Doktor, çox uzatmadan istəyirəm elə ilk sualımıza keçim. Qarın gərmə əməliyyatından sonra hamilə qalmaq mümkündürmü? Bu risklidirmi və qaldıqdan sonra yenə xanımda olan həmin o belə deyək ki, qarın boşluğu, qarın əzələsinin belə necə deyək, elastikliyi eyni vəziyyətə qayıdırmı? Qarın gərmə əməliyyatından sonra, yəni hamilə qalmaq təbii ki, mümkündür. Ancaq yenə də biz əməliyyat öncəsi bütün pasiyentlərimizə, yəni öncədən məlumat veririk ki, əgər planınızda hamiləlik varsa, təbii ki, bunu yekunlaşdırdıqdan sonra əməliyyata müraciət edin. Çünki əməliyyatdan sonra, yəni hamilə qaldıqda, yəni bu 1 il sonra mümkündür. 1 il ərzində orada yaralar tam sağalmalıdır. Əzələləri biz orada bərpa edirik, diastazı bərpa edirik və burada tikdiyimiz əzələlər, yaralar tam sağaldıqdan sonra 1 il sonra hamilə qala bilərlər. Və hamilə qaldıqdan sonra bizim verdiyimiz nəticə dəyişə bilir. Əzələlərdə yenidən boşalmalar baş verə bilir, dəridə boşalmalar baş verə bilir və biz bunların hamısını əməliyyat öncəsi pasiyentlərə bildiririk. Artıq qərar pasiyentlərə aiddir. Yəni necə istəyirlər, elə də yəni özləri müraciət edirlər, qərar verirlər. Bəli. Bəs doktor, xanım əməliyyat oldu, 1 il sonra hamilə qalıb. Siz necə bir məsləhət verirsiniz? Təbii doğuşumu üstünlük verirsiniz, yoxsa keysəriyyə əməliyyatına Keysəriyyə üstünlük veririk təbii ki. Bu özdə bir riskdir. Bəli, təbii doğuş zamanı qarın daxili təzyiq artdığı üçün burada əzələlərdə daha çox cırılmalar və genişlənmələr baş verə bilər. Doktor, xanımların çoxu elə bilir ki, qarın gərmə əməliyyatı bir arıqlama prosedurudur. Ona görə düşünürlər ki, əməliyyata getdi, artıq vəsə, heç nə ehtiyac yoxdur. Siz necə məsləhət görürsünüz? Bunu gəlib qarın gərmə əməliyyatı etdirsinlər, sonra mı arıqlamağa davam etsinlər, yoxsa arıqlasınlar o dəri boşluğu ki, yaranır, belə fartuq deyirik də məncə ona. O halda mı gəlməkləri daha məsləhətdir? Yox, təbii ki, qarın gərmə əməliyyatıdır, liposuksiya əməliyyatları, yəni estetik əməliyyatlar arıqlama əməliyyatları deyil. Bunlar bədən formalaşdırma, kontrollama əməliyyatlarıdır. Yəni bədən şəkilləndirmə əməliyyatlarıdır. Pasiyent bizə müraciət etdikdə biz ilk öncə onun boyunu, çəkisini, yəni soruşuruq və burada bədən kütlə indeksinə baxırıq. Əgər bədən kütlə indeksi 30-un üzərindədirsə, təbii ki, biz pasiyentlərimizi dietoloqlara və yaxud da bariatrik cərrahlara baxırıq da burada yenə bədən kütlə indeksinin səviyyəsinə yönləndiririk və arıqlayıb çəkisini verdikdən sonra bizə müraciət etməkləri daha doğrudur, daha düzgündür. Düzgün diaqnoz qoyulub. Deməli, cəmiyyətimizdə belə də xanımlar 2 yerə bölünür. Bir sinəsini böyütmək istəyənlər, bir kiçiltmək istəyənlər. Böyütmək bilirik ki, daha çox bu estetika aiddir, amma sinə kiçiltmə əməliyyatı artıq görürük ki, xanımlarda sinəsi çox böyük olan xanımlarda bel, boyun ağrıları, onurğa ağrıları daha çox. Hətta deyirlər ki, sanki bir yük var üstümdə. Bunu estetik əməliyyat kimi sayırsınız, yoxsa bu bir necə deyim sizə, bir müalicə, qurtulma yolu kimidirmi? Yəni estetiklə yanaşı bu təbii ki, sağlamlıq baxımından çox vacib bir əməliyyatlardan biridir. Çünki bu əməliyyatdan sonra xanımlarımız sosial diskomfortdan, yəni azad olurlar, kompleksdən azad olurlar və eyni zamanda bizə müraciət etdikdə orada biz xəstənin şikayətlərinə, pasiyentin şikayətlərinə baxdıqda pasiyentlərimizdə boyunlarda ağrı, kürəkdə ağrı, hətta kifoza qədər gətirib çıxardır ki, dəridə masirasiyalar baş verir və çox böyük bir ağırlıqla, yüklə gəzirlər xanımlar.
O kiçiltmə əməliyyatlarından sonra pasiyentlər, xanımlar çox xoşbəxt olurlar. Yəni istədikləri geyimi geyinirlər, o ağırlıqdan, o ağrıdan azad olurlar. Kompleksdir də həm də. Yəni çiyinlərində geyimlərinin, yəni iplərinin kəsikləri olur, ağırlığa bağlı, yəni o dərəcədə çox incinirlər, yəni. Ona görə bizə ən sevdiyim əməliyyatlardan biridir sinə kiçiltmə əməliyyatları. Çünki bu əməliyyatdan sonra xanımlar çox xoşbəxt olurlar, çox razı olurlar bu əməliyyatdan. Bu da bir kompleksidir əslində qalanda ki. Bəli, əlbəttə, kompleksi sosial bir qurtulurlar. diskomfortdur xanımlarda, Bəli. kompleksdir bu. İstədikləri geyimləri geyinə bilmirlər. Xanımlar var ki, mənə müraciət ediblər, hətta əməliyyatdan sonra gəliblər ki, doktor, mən XS razmer geyinirmişəm. Yəni bu sinənin böyüklüyünə görə mən ML razmerlərdə, Hətta, yəni ay ölçülərdə geyimlər alırdım, Bəli. yəni istifadə edirdim və əməliyyatdan sonra məlum olur ki, mən çox incə bir İncə bir xanım xanım imişəm, bəli. İncə bir xanım imişəm, yəni çox kiçik ölçülər Bəli. geyinirlər. Doktor, bu sinə kiçiltmə əməliyyatı nə dərəcədə risklidir və hətta belə bir deyim var da, həm sinə böyütmə, həm sinə kiçiltmə əməliyyatı, çünki hissiyyat azalır, sonra həmin nahiyədə sinirlər o dərəcədə olmur. Hətta deyirlər ki, ana olacaqsansa sən süd vermək qabiliyyətini belə itirə bilərsən. Hissiyata gəldikdə təbii ki, bu bir cərrahi işləmdir, cərrahi əməliyyatdır. Burada kəsiklər olunubsa, yəni hissiyatda cüzi azalmalar ola bilər. Ancaq bunlar da yenə 6 ay müddətində, 1 il müddətində özünü bərpa edir. Bəzən olur ki, məsələn, daha da tez bərpa olunur, bəzən olur 1 ilə qədər bu çəkir. Ancaq süd verməyə gəldikdə biz bunu əməliyyat öncəsi pasiyentlərə bildiririk. Burada biz tam olaraq qaranti verə bilmirik ki, siz süd verəcəksiniz və yaxud da verməyəcəksiniz. Yəni bu artıq əməliyyatın sonrasında sağalma dönəmindən sonra bilinir. Burada 50-50-yə, yəni 50% verə də bilərlər, yəni verməyə də bilərlər. Verməyə də bilərlər. Ətrafımda əslində çox estetik əməliyyatı sevən xanımlarımız var. Hətta istəyirlər, belə xəyal qururlar ki, pulum olsa bunu eləyərəm, bunu eləyərəm, bunu eləyərəm. Ancaq hamını saxlayan bir nüans var əslində qalanda. Bir əməliyyat qorxusudur. İkinci isə o çapıq izləri, tikiş izləridir. Bu sinə kiçiltmə əməliyyatında məncə əslində qalanda dəyər. O boyda problemlər saydınız ki, xanımlar bu cür komplekslərdən və bu cür sağlamlığı ilə bağlı olan narahatçılıqlardan qurtulur. Mən əslində qalanda bu mövzuda razıyam ki, məncə dəyər. Amma tikiş izlərini necə aradan qaldırmaq mı lazımdır, yoxsa hansı metodla edirik ki, artıq o tikiş izləri müəyyən bir müddətdən sonra artıq gözə çarpan olmur? Tikiş izləri həkimin, yəni işindən asılı olan bir şey deyil. Tikiş izləri pasiyentin dərisindən, dəridə olan kollagen elastin bazasından asılı olan bir şeydir. Yəni bəzən olur pasiyentləri biz əməliyyat edirik və əməliyyatdan sonra çox izsiz bir əməliyyat olur, ancaq 3-4 ay sonra orada kelloid hipertrofilər baş verə bilir. Bu artıq həkimdən asılı olmur. Və mən həmişə bütün pasiyentlərimə bildirirəm əməliyyata, yəni müraciət etdikdə izsiz əməliyyat yoxdur. Yəni bir əməliyyata cərrahiyə müraciət edirsinizsə, burada kəsik vardır və iz vardır. Və siz həmişə pasiyentlərə bildirdiyim budur, gəldikdə tərəzini qoymalısınız bir tərəfinə. İzli istədiyiniz nəticəni, digər tərəfinə izsiz və diskomfortda yaşadığınız bədən quruluşunu. Yəni bunu seçimini pasiyent etməlidir. Bu artıq biz etmirik bunu, biz yönləndirmirik. Və təbii ki, indi müasir təbabətdə çox yeni üsullar vardır ki, kosmetologiyada. Biz əməliyyat sonrası əgər pasiyenti iz narahat edirsə, yönləndiririk kosmetoloqlara, həkimlərə. Burada inyeksiyon terapiyalar, lazer terapiyalarından istifadə olunaraq izlər azaldıla bilir. Yəni hər şeyə çarə var. Bəli, məncə də bu dövrdə həqiqətən hər şeyə çarə var. Həm tibb çox inkişaf edib, həm də artıq həkimlərimiz filan bu yeniliklər, müasir metodikalar deyəcəkdə çox mənimsəyirlər ki, həqiqətən də o mükəmməllik ki var, onu əldə edə bilək. Doktor, gəldik bu tikiş izlərindən sonra sağalma müddətinə. Məncə bu hamıya maraqlıdır ki, əməliyyatdan sonra düzgün baxım da məncə çox rol oynayır. O tikiş izinin düzgün sağalması, maksimum belə də ki, gözə çarpmaması, istədiyimiz belə uğurlu nəticə üçün düzgün baxım ki var əməliyyatdan sonra. Onu necə, nə məsləhət görürsüz?
Təbii ki, məsələn, qarın gərmə əməliyyatından sonra biz pasientlərimizə yatış qaydasını başa salırıq ki, yəni necə yatmalıdırlar, orada gərginliyi azaltmalıdırlar ki, iz az olsun. Çünki gərginlik artdıqca da, yəni burada izlərin, keloidlərin yaranması artır və bunları başa salırıq. Sonra əməliyyat sonrası qulluğu başa salırıq pasientlərə. Biz təyinatlarımızı veririk. Əgər pasientlər həkimin dediyi ilə birə-bir, yəni deyilənlərə riayət edirsə, nəzarət edirsə, burada nəticəmiz də gözəl olur. Yəni əgər pasient, yəni həkimin dediklərini tam olaraq nəzarət etmirsə, təbii ki, aldığımız nəticədə mən həmişə deyirəm, cərrahın işi əməliyyat stolunda bitir. Yəni cərrah əməliyyat stolunda nəticəsini alır, yəni nəticəni verir və bir həftə müddətində tam göstərir ki, yaraların sağalması necə gedir reabilitasiya dönəmində. Sonrakı baxım pasientlərdən çox şey asılıdır. Yəni deyilənlərə tam riayət etdikdə nəticə də gözəl olur. Bəli. Ancaq bəzən olur ki, pasientlərimiz, belə pasientlər də olur ki, gedirlər, pasientlə əlaqə saxlayırsan, yəni təyinatları etmirsiniz. Ay doktor, yadımdan çıxıbdı, mən heç təyinatlara başlamamışam. Yəni belə hallar da baş verir. Ona görə də tam olaraq ciddi nəzarət. Bu da bir təhlükədir əslində. Bəli, əlbəttə təhlükədir. Bu böyük bir cərrahi əməliyyatdır. Yəni estetik əməliyyatları kiçimsəməsinlər. Çünki bu zaman pasientdə çox böyük bir toxuma itkisi olur. Yəni bədənin direnci düşür. Bunu bərpa etmək üçün biz əməliyyat sonrası təyinatlar veririk ki, pasient, yəni bədən güclü olsun, direnci yüksək olsun ki, bəli, yaralar yaxşı sağalsın, yəni heç bir orada proses baş verməsin. Buna görə də yəni tam olaraq diqqətli olmaq lazımdır, yəni ciddi yanaşmaq lazımdır. Doktor, ən kritik, əməliyyatdan sonra ən kritik dövr hansı dövrdür? Neçə gündürmü, neçə həftədir? 1-2 həftə. 2 həftə. 2 həftə ərzində, yəni tam olaraq ciddi nəzarət olmalıdır. Sonrasında da yenə də nəzarəti buraxmamalıdırlar. Yəni bu əməliyyatlarda yenə reabilitasiya 2-4 həftəni əhatə edir ki, bu həm sinə kiçiltməyə, həm də qarın gərmə əməliyyatlarımızda, yəni 2-4 həftəni əhatə edir. Yenə də pasientin özünün orqanizmindən asılı olan bir şeydir. Deməli doktor, təsəvvür edək ki, əməliyyat bitdi. O dediyiniz kimi cərrah o masada işini bitirdi. Hər şey uğurludur, nəticə əladır. Və pasient evə gedir, o dediyiniz kimi qulluqlarına düzgün riayət etmir, rejimi pozur, qida rejimi, belə deyək, düzgün həyat tərzini buraxırsa, yenidən bu kökəlmə, yenidən bu piy toplama deyək də belə, həm sinə kiçiltmədə, həm qarın gərmədə həmin nahiyələrə mi yığılır, yoxsa piy paylanırmı? Necə bir görüntü ortaya çıxır? Əməliyyatdan sonra bir çox pasientlərimiz elə bilirlər ki, elə əməliyyat oldular, artıq bitdi. Bu nəticə onlarla ömürlükdür. Ancaq pasientlərə biz bildiririk ki, əməliyyatdan sonra siz dietanıza, fiziki aktivliyinizə nəzarət etməlisiniz. Təbii ki, çəki almamalısınız. Və pasientlər çəki aldıqda təbii olaraq normalda necə çəki alırlarsa elə alırlar. Yəni normal vəziyyətdə, əməliyyat olunmamış vəziyyətdə necə çəki alırlarsa eyni qaydada olur. Yalnızca olaraq burada biz əməliyyat etdiyimiz sahələrdə incəlmə olduğu üçün ilk öncə əməliyyat olmamış sahələrdə həcmlənmə baş verir və sonra əməliyyat olunan sahələrdə və burada belə deyim, proporsiyalar pozulmağa başlayır. Proporsiyalar pozulmağa başladığı üçün pasientlər bəzən deyirlər ki, ay doktor, çiynim genişləndi, kürəyim enləndi. Belim ora nisbətən, amma onda başa salırıq ki, axı siz beliniz liposuksiya olunubdur, məsələn, abdominoplastik olunmusunuz, incəlib də əvvəlkindən daha incədir. Ona görə də çəki aldıqda, məsələn, çiyninizi biz liposuksiya etməmişik axı. Ona görə ilk öncə vizual olaraq orada hiss edirsiniz, yəni həcmlənməni, sonra belinizdə hiss edirsiniz. Əvvəlki, yəni vəziyyətdən asılı olaraqdan. Və bir çox pasientlər dediklərimizə riayət edirlər təbii ki, belə deyim, idmanlarına, yəni davam edirlər, idmanlarını aktivləşdirirlər, fiziki yüklənmələrini və diyetalarını saxlayırlar. Ancaq bəzən də olur ki, çox rahat olurlar və elə bilirlər ömürlükdür bunlarla bu nəticə
və gedirlər çəki alırlar. Mənim elə bir pasiyentim olmuşdu. Yəni əməliyyat etmişdim kompleksinə, abdominoplastika və bir il sonra yenidən müraciət etdi ki, doktor mən liposuksiya yenə etdim bir dəfə və bu liposuksiyadan sonra bir il sonra yenidən müraciət etdi. Və mən onu qəbul etmədim ki, yəni belə olmaz. Yəni siz xanım gedib diyeta saxlamayasınız, özünüzə baxmayasınız və hər il liposuksiyaya müraciət edəsiniz. Yəni bu mümkün olan bir şey deyil. Bilirsiniz, bu insan o immunitetinin də hər il eyni Bəli, bəli, əlbəttə. Yəni bəzi pasiyentlər var ki, elə bilirlər, elə kökələcəklər, yenidən gələcəklər. Bu arıqlama əməliyyatıdır. Ancaq bu elə deyil axı. Bu bədən formalaşdırma, bədən konturlama əməliyyatıdır. Və bilinçli olaraq bu əməliyyatlara müraciət etmək lazımdır. Xanımlarımızı maraqlandıran suallardan birində deyəcəm və nəzərinizə çatdırım ki, bu sonuncu sualımızdır. Sizinlə söhbət çox maraqlıdır. Ayrılmaq istəmirəm, amma sizin də çox vaxtınızı almıram. Əminəm ki, görürəm pasiyentlərini sıraat buraxmır, zənglərini sıraat buraxmır. Deməli doktor, xanımlarımız var ki, eyni anda bir neçə əməliyyat icra etmək istəyirlər. Həm sinə kiçiltmə, həm qarın gərmə əməliyyatını. Siz bir mütəxəssis olaraq pasiyent yanınıza gələndə bunu eyni anda, eyni narkoz altında etməyi məsləhət bilirsinizmi? Yoxsa bu bir bədən üçün biraz artıqmı olar, biraz ağırmı olar? Yox, ən çox yəni icra etdiyimiz əməliyyatlardır ki, komple əməliyyatlar, sinə kiçiltmələr, abdominoplastikalar, yəni birlikdə icra etdiyimiz əməliyyatlardır. Ancaq yenə də biz burada pasiyentin yəni fiziki halına, vəziyyətinə yəni nəzər yetiririk və analizlərinə baxırıq, bədən kütlə indeksinə baxırıq. Əgər bunlar icazə verirsə bizə bu əməliyyatları birlikdə icra etməyə təbii ki, icra edirik. Çünki bu zaman pasiyentlər reabilitasiya dönəmini bir vaxtda yəni keçirirlər. Biri var, məsələn, pasiyent əməliyyat olundu. 2-3 həftə bunun sinə kiçiltmə reabilitasiyasını keçirdi. 5-6 ay sonra yenidən müraciət etdi abdominoplastika reabilitasiyasını və bu bəzi pasiyentlər çox ağır gəlir. Birlikdə yəni icra etmək daha tövsiyəlidir. Ancaq yenə də dediyim kimi pasiyentlərin özlərinin yəni fiziki vəziyyətindən, analizlərindən, anamnezindən çox şey asılıdır. Çox şey asılıdır. Bir də özümə maraqlı olan bir sonuncu sual verəcəm. Bayaq düz söz verdim, sonuncu sualdır. Doktor, əməliyyatlardan sonra, neçə müddətdən sonra artıq idmana, artıq o fiziki ağırlığa icazə verirsiniz? Yəni burada hər əməliyyatın özünün dönəmi vardır. Təbii ki, məsələn, komple əməliyyatlarda biz bu zaman 5-6 ay sonra icazə veririk. Yəni çünki abdominoplastikalarda diastazı bərpa etdiyimiz üçün burada diastazda da biz tikişlər qoyuruq əzəllərə və onun sağalması 3-4 ay çəkir. 3-4 ay ərzində tam olaraq qorumalarını deyirik və silikon implant əməliyyatlarında da yenə biz burada 6-7 ay sonra 5-6 ay heç olmasa keçməlidir ki, pasiyentlər məsələn əzələ altına biz burada yerləşdirdikdə silikonları qol hərəkətlərinə məhdudiyyət veririk, ağırlıqlara məhdudiyyət veririk ki, əzələ hərəkət etdikcə silikon burada tərpənir və sonradan heç bir problemlər yaranmasın deyə tam olaraq özlərini qorumağı tövsiyə edirsiniz. Çox sağ olun ki, bu qədər xanımların üzünü, gözünü güldürürsünüz, bu qədər kompleksdən azad edirsiniz. Biz də təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Yenə deyirəm, görürəm ki, telefonunuz dayanmır orada, pasientləriniz sizə axtarır. Çox təşəkkür edirəm. Sizinlə söhbət etmək mənim üçün çox maraqlı oldu. Əminəm ki, xanımlarımız üçün də çox maraqlı bir veriliş oldu. Videomuzun tam versiyasına YouTube kanalımıza keçid edərək ətraflı baxa bilərsiniz. Təşəkkür edirik.